Hamınızı salamlayırıq. Bu gün mən sizə laparoskopi sirkulyajdan danışmaq istəyirəm ki, hər kəs danışır sirkulyaj, laparoskopiya, vaginal, çoxlu danışılan bir mövzudur və ancaq respublikamızda bəndəniz tərəfindən icra olunan bir əməliyyatdır. Deyəcəksiniz, doktor bunu neçə dəfə dedi? Laparoskopik sirkulyaj kimə icra etmək lazımdır? Laparoskopik sirkulyaj uşaqlıq boyunu oynayana, uşaqlığı qüsurlu olana, Marfan sindromlu xəstələrə, uşaqlıq boynunu cərrahi yoldan kəsilib götürənlər, məsələn, xərçəng olub uşaqlıq boynunda, qız uşağı olub, kəsilib uşaqlıq boynu götürülür, daha sonra ana olmaq istəyir. Amma ana ola bilməzsən, uşaqlıq boynu yoxdur deyilən xəstələrə, uşaqlıq boynunu kanizasiya, dərin kanizasiya olan xəstələrə, dəfələrlə hamiləlik olub, yatızdırılıb, pesarilər qoyulub, progesteron dəstək olub, dəfələrlə vaginal sirkulyaj olub. İstər McDonald's, istər Shot-Cord üsuluyla. Bunların heç biri ilə uğur əldə olunmayıbsa və yaxud böyük döl olub, doğuş zamanı travma verir, ondan sonra birinci uşaqdan sonra dəfələrlə hamilə qalır, uşaq düşür, birincini normal doğmuşam, yenə doğa bilərəm və uşaqlıq boynu daxili dəri səviyyəsindən cırılıbsa, bu xəstələrə yalnız və yalnız seçim laparoskopik abdominal sirkulyajdır. Ümumən bu sirkulyaj 2 cür icra olunur. Bir qarnı kəsirlər, böyüyünə boyda, uşaqlığa ələ götürüb dikirlər. Bir də balaca deşiklərlə laparoskopla girib əməliyyat olunur, evə yola salınır. Bu, həm hamiləlik zamanı icra olunan bir əməliyyatdır, həm də hamilə olmayaraqdan, yəni boş qarına, hamilə olmaya bu əməliyyat icra oluna bilir. Biz bir pasiyentimizi az öncə əməliyyat elədik, çox şükür, 4 uşaq itirmişdi, 3 dəfə vaginal sirkulyaj olmuşdu. Bizim yanımızda 5-ci hamiləliklə 1-ci laparoskopi sirkulyaj elədik və uşaq dünyaya gəldi. Laparoskopi sirkulyajın avantajı nədir, üstünlüyü nədir? Bir dəfə tikməklə bir neçə dəfə uşaq dünyaya gətirə bilirsən. Dezavantajı nədir? Yalnız kesiyə yoluyla doğa bilirsən, laparoskopi sirkulyaj olanda. Vaginal doğuş edə bilmirsən. Amma vaginal doğuşları, sirkulyajlarda vaginal doğuş da edə bilirsən və dəfələrlə o tikiş dezavantajı, dəfələrlə o tikiş təkrarlana bilir. Sizlər gözəl Allaha əmanət edirəm. Sırada yeni bəbəşimizin gəlməsidir. Allahın amanı olun.